Buyurdu, hər övdədə Qur'an oxunmasa Allah bərəkətini o övdən cəm ilər. Pəs pədidəhay bərəkətdən biri Qur'andır. Pədidəhay bərəkətdən biri əqlidir. Allah əqli verib. İmam Sadıq abide heç xeyr o bərəkət, heç sirvət, əqli kimin ola bilməz. Görürsən tərəf əz nəzər iqtisadı, əqlin işlədib hamıdan qabaqdır. Əz nəzər elmi, əqlin işlədib hamıdan qabaqdır. İşindən müvəffəqdir. Buyurdu, heç zillət də bi-əqliliyə çatmaz. İnsan əqlin işlətməyə, əqlindən iş çəkməyə. Buyurdu, əql əz pədidəhay bərəkətdir. Sevvamin pədidəy bərəkət yer üzündə Kəbədir, Allahın beyti. Allah bir əvvəlin yer ki, ibadətə saxta olubdur və yer suyun altından çıxıb dəhvül ərzidə, çünki Kore zəmin suyun altındaydı kollən. Əvvəlin məkanı ki, suyun altından çıxıb 25 Ziqədədə buyurur, dəhvül ərzidir. O gün oruç tutasan bərabərdir neçə il ibadətinlə. Buyurur, əvvəlin yer ki, yer suyun altından çıxıb Məkkənin yeridir. Buyurur, Kəbə yer üzündə maye bərəkətdir. Bərəkət amilindən biri səlam verməkdir. Kur'an buyurur, Allah'ım tal Kur'an'da burayı merdim. 700 birbirinizin özə səlam verin birbirinizə. Səlamın 70 savabı var, 69'u salam verənindir. Bir dənəsi alanındır. Buyurur, övlərinizə səlam verməklə bərəkət gətirin. Birbirinizə səlam verin. Səlamın rəvişi var. Buyurur, o adam ki, səvarədir, gərək piyadiyə səlam verə. O adam ki, oturubdur, ayaq üstəkinə səlam verə. O adam ki, rahatdır, məşəqqətli olana səlam verə. Bunda hər kəs əvvəl səlam versə, savabın çoxu onundur. Buyurur, bərəkət amilindən biri çörəkdir. İmam-ı Sadıq avırdı, sırfalarınıza çörək qoyun. Çörək qoymanla sırfalarınızı mütəbərrik eləyin, qoyun, bərəkəti çoxalsın. Çörək qoyun, sırfıya ehtiram eləyin çörəyə. Keşavərzilər amil bərəkətdirlər. Allah bunlara dediyi rəhmət baxacaq qiyamətdə. Yağış yağmaq əvamil bərəkətdəndir. Allah hər məntəqəni sövsə vaxtında yağış yağdırar. Vaxtı keçəndən sonra yox, vaxtı keçəndən sonra Allah bəla yollayır bəzi yerə bu yağışı. Vəli, vaxtında yağış bərəkətdir. Əvamil bərəkət nədir? Nə iş görsək bərəkət gələr zindəcanlığımıza? İman və təqva. Allaha mötəqid olaq, təqva da özümüzü bir muqda gözləyək var. Hər zadı danışmayaq, hər yerə baxmayaq, hər yerə getməyək, hər yerə nəzər verməyək. Baba, bunlar məsuldur, göz məsuldur, əl məsuldur, dil məsuldur. Allah'ım tal buyurup verməmişəm bu gözü gedəsən xalqın namusuna baxasan. Bu gözü vermişdim baxasan o bədbəxt dədəyin üzünə məhəbbət qazanasan, behiş qazanasan, Kəbənin ziyarətini Allah yaza hesabı. Yoza verməmişdim ki gedəsən 24 saat yatasan, mahvarənin qabanda şova baxasan, müstəhcən filmə baxasan. Verməmişəm ona, bu gözlərin məsuliyyəti var. Qulağın məsuliyyəti var, gələnzadı eşitməyə mucaz dərik biz. Oturaq sübdən axşama onun bunun qiybətinə qulaq asaq. Onun bunun abırısına varala biz də onlara qulaq asaq. Qur'anı Allah verib qulaq asasan, nəsihətə qulaq asasan. Qur'an səsinə qulaq asasan. Buyurur, qulaqlarımız məsuldur. Dilimiz məsuldur, hər zadı biz nə vaxt danışaq. Bəzi zatları danışmaq adamın axibətini xərab elər. Məxsusən bu telegramda bəzi şayələr pəxş olur. Bəzi böyüklərin dalayacaq. Day hər nə var da yalan, düz, hamısı dolu buranın içinə da. Bizdəki mütəxəssis dərik. Eşitcəyin hə deyirlər, filanı da oğurluq eləyib tutublar. Heç nə bir bəllidir bizat. Tərəf görsən, rahat birinin dalayacaq danışır. Rahat birinə töhmət vurur. Rahat birinin abrısı ilə oynayır. Buyurur, əvamili bərəkətdən biri imandır və təqva. Nə qədər imanımızın omqi dərin olsa, təqvamız qəv olsa, Allahla öz aramızda dostluğumuz çox olar. Ehtiyat elərik. Adam bəzi adı danışmaz. Dovvamin əvamili bərəkət vilayəti əmirəl-müminindir. Peyğəmbəri Xuda buyurdu, həmana nəsim-i rəhmət, asudeci, piruzi və bərəkət və amurziş
در دوستی با علی ibn Əbi Talibdir. Yəni deyir, Əli məhəbbəti ürəyində olsa, Allah zindəcanlığı sərşar az bərəkət elər. Sevvam səhər xizi. Səhər çox yatmayasan. Buyurur, sübh yatan adamdan Allah'ın çox xoşu gəlməz. Düzdür, biz özümüz rahat tələbi çox yatırıq. Amma İmam-ı Sadıq abırdı, sövərəm. Səhər-səhər o kişini ki, əhləyalına çörək qazanmağa dura, ya işinin əlaqəməndiliyindən, işi var, kərxanası var, biləxərə özün məşğul eləyib, ya da sübh durub əlaqə ilə gedir, çörək dalısıcaq. Allah bərəkətin bu cür adamın zindəcanlığına cari elər.